Qızım öldü gənc yaşında. Əri isə heç öldüyündən 6 ay keçməmiş təzədən evləndi. 3 balası qaldı qızımdan yadigar. 2 qızı, 1 oğlu. Böyüyünün 12, balacasının isə cəmi 1 yaş var idi. Nə qədər yalvarsam da dedim heç olmasa balacanı mənə verin, mən saxlayım, körpədir o. Razı olmadı atası. Təzədən evləndiyi qadın isə əsl ögey anadır. Böyük qız deyir, nənə, bizə vaxtla yeməyi verir ki, 10 dəqiqə yeməyinizi yediniz, yemədiniz yox. Gələn kimi də birində özü doğub. Özünkünü deyir, birinci yedizdir, sonra o qutarandan sonra balacaya arada bir yemək verir. Biraz evdə səs çıxaran kimi gəlir bizi döyür, ay nənə. Kürəkəm heç vaxt bağışlamayacam, balamın yadigarlarına belə baxa bilmədi. Uşaqlar atasına deyəndə ki, bəs ögey anamız bizi incidir, deyir, yox, o elə şey eləməz. Elə bir gedənin gözünü bağlayıb. Bunu Vəfa xanım yazıb, Allah balasına rəhmət eləsin. Yəni, buradan belə nəticəyə gəlirik ki, əgər tanımadığınız biridirsə, tez evlənməyin. Çünki özünüzdən savayı uşaqlarınızı da düşünməlisiniz.